Əziz Azərbaycan xalqı, əziz izləyicilər, hal-hazırda biz Ağdərə ərazisindəyik, alınmış torpaqlarımızdayıq. Hər kəs bilir ki, burada minlərlə saysız hesabsız oğulların qanı tökülüb, ayaq izi var. O torpaqlara gəlmişik. Antiterror şəhidimiz Qasımlı Nicat Elşanoğlunun şəhadətə ucaldığı o ağacın kölgəsinə gəlmişik. Atasının, anasının istəyi ilə burada abadlıq işlər görüldü. Mən inanıram ki, yəni görünür ki, burada yol var. Bu kəndlər, bu ellər, obalar abadlaşanda bura artıq böyük bir ziyarətgah ocağa çevriləcək. Çünki şəhidimiz elə məhz gördüyünüz bu ağacın kölgəsində, bu ağacın altında son nəfəsini tapşırıb. Gördüyünüz tam olaraq göstərə bilmirəm. O istiqamətlərdə vurulub, yaxından göstərəcəm inşallah. Xərəklə daşınıb bu ağacın altına gətirilib. Elə burada da son nəfəsini verib. Allah nicatımızın timsalında cümlə Azərbaycan şəhidlərinin ruhunu şad eləsin. Allah qazilərimizə, bax bu torpaqlarda döyüşən oğullarımıza, can qoyan igidlərimizə, yaşayan qəhrəmanlarımıza can sağlığı versin. Allah şəhidlərimizin ruhunu şad eləsin. Allah doğmalarına səbir versin. Həqiqətən mən ilk gəlişimdir bura. Mən çox çətinlik çəkdim. Bu günə qədər mən hazır olmamışam bu torpaqlara ayaq basmağa. Bugün şəhid nicatımızla mən bu addımı atdım. Elə ilk onunla başladıq. Tovuz, Turan şəhid ailələri birliyi olaraq başda Elmar Musayev olmaqla biz buradayıq. Bütün analarımızın dualarını gətirmişik. Atalarımızın, bacılarımızın salamını gətirmişik. Qardaşlarımızın salamını gətirmişik bu ellərə, bu abalara. Çünki burada hər qarışında bir şəhid izi var. Hər qarışında bir igidin izi var, tozu var. Bu torpaqlara addım atmaq çox çətindir. Qədrini bilək, halallıq istəyək, halallıq alaq şəhid ailələrindən, qazilərimizdən, döyüşçü oğlanlarımızdan. Allah ordumuzu qorusun. Buyurun Elmar müəllim. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Bu günləri biz Elmar xanım məlumat verdi. Ağdərə rayon ərazisindəyik. Ruhu şad olsun Nicat qardaşımızın, qəhrəman qardaşımızın. Hansı ki bu gördüyünüz bu dağdağın ağacının altına Nicat qardaşımızın qanı tökülübdür. Bu da şəhadətə uzandı. Bu günlərimizdə gəldik. Hər kəsə minnətdarlığımı bildirirəm. Hər kəsin əziyyəti var, əziyyəti olan hər kəs. Allah hər birinizdən razı olsun. Biz gəldik, şəhidimizin qanı tökülən əraziyi gürə çiçəyə bəzdik. Gözəlləşdik. Ruhu şad olsun, Allah səbir etsin. Bizim hər birimizin borcu. Hər birimizin borcudur şəhidlərə dəyər vermək, onların yanında olmaq. Bir Azərbaycanlı kimi. Bir Azərbaycanlı kimi bizim hər birimizin borcumuzdur ki, şəhidin atasının, anasının yanında olaq. Onları heç bir zaman tək qoymuyor. Onlar heç bir zaman düşünməsinlər ki, mənim evladım nəyə görə, kimə görə oldu. O görsün ki, insanlar həmişə dəyər verirlər. İnsanlar nəzardə saxlayırlar. Ruhu şad olsun şəhidlərimizə. Hər birinizə təşəkkür edirəm. Allah hər birinizdən razı olsun. Əziyyət çəkənlər var olsun. Buradakı hamısı dost, tanış, qohumlardır. Bu Nicatın xatirə lövhəsinin yaranmasında əziyyət çəkənlərə İslam qardaşım coşqundur. Əziyyət çəkənlər, gül basıranlar, kimin nə əziyyəti varsa deyəcəm halal elə, şəhid onsuz da halaldır. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Şahid müəllim çox sağ olun. Təşəkkür edirəm hər birinizə. Var mənim çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Nicat bu ərazilərdə vurulubdur. Gördüyünüz o xərək vasitəsindən gətirilib bura. Burada şəhadətə ucalıb, şəhid olub. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Burada şəhid atası var. Sabay qardaşımız Dağbəyin atasıdır. Anası da buradadır. Əziyyət çəkiblər, gəliblər. Şəhid atasını əziyyəti həqiqətən də Elçin qardaşımız da buradadır. Hər birinizə təşəkkür edirəm. Bir alt çəkməyim. Çox sağ olun. Allah köməyinizə dursun. İslam kimin sözünüz varsa. Buyurun. Tanışlığım belə
səbrinizi versin. Mən də Elmar müəllimə Elşənə qatıbram. Kimin nəziyyəti varsa sağ olsunlar, gəldilər. Nicat-ımızın şəhadətə vurulduğu yerdir bura. Da bir dəfə də gəlmişdik. Gəldik, dağdağın ağacının altında gül çiçeği abidəsini qurduq bura. Mən də hamıya təşəkkür edirəm. Elşanın adından olsun, öz adından olsun. Əziyyət çəkdiniz. Ruhu şad olsun. Allah səbir versin bütün şəhid atalara, analara, bacı, qardaşlara hamısına. Ruhu şad olsun, sağ olun. Şəhid valideynlərinin, şəhid doğmalarının yanında şəhid haqqında danışmaq bizə çox çətindir. Nə qədər çətin olsa da bir o qədər qürurludur. Çünki onlar ali bir dərəcədədir. Elə bir yerdədirlər ki, yəni heç vaxt unudulmayan bir yerdədir. O Quran-ı Kərimdə bir ayə var ki, şəhidlər heç vaxt ölmürlər. Elə o sözə rəğmən mən bir söz demək istəyirəm ki, bütün cəm şəhidlərimiz bizim əbədi əsgərlərimizdir. Onlar həmişə bizim qəlbimizdə yaşayırlar, yaşayacaqlar. İnşallah da ki, əlimizdən gələn qədər daima şəhid ailələrin yanında, şəhid doğmaların yanında olmaq özümüzə borc bilmiş inşallah da olarıq. Bir şey də qeyd edim, 2 gün bundan sonra ayın 13-də Bəli. Nicatımızın doğum günüdür. Mövlud günüdür. Cənnətdə dəyişməyən mövlud günü. Mübarək olsun. Allah doğumlarına səbr versin. Mən Elçin qardaşımızın sözünə qüvvət edir. O həmişə deyir ki, şəhidə gərək öz yaxınları birinci qiymət verə, sonra qıraq cəmaət qiymət verə. Buradakı yığılanlar hamısı Nicadın yaxınlarıdır, qardaşıdır, əmisidir, dayısıdır. Yəni hamısı Nicadın qohumlarıdır. Birinci biz özümüz dəyər verməliyik. Sonra qıraq cəmaətdən nəsə gözləməliyik. Cəmi şəhidlərimizin ruhu şad olsun. Mən Elçinə çox sağ olun. Elçin, siz hər ad gününüzü Nicatla bir yerdə keçirsiniz, Nicadın mövluduna keçirsiniz. Təşəkkür edirəm qardaş sizə. Bayaq qeyd elədiniz ata ki, yəni haqqınızı halal eləyin, əziyyətinizi halal eləyin. Amma inanın ki, şəhid ailələrinin çıxmaq şərti ilə, yəni şəhid ailələri başımızın tacıdır. Biz könüllülərin, ümumiyyətlə qohum, yad fərq eləmir. Hər bir sıravi vətəndaşın borcudur. Yəni o şəhid haqqında nə eləsən azdır. Yəni candan şirin nə var tapa bilirik bu gün Nicata. Düzdür, dastan kimi dillərdədir, qəlbimizdədir, yaşayacaq. Amma can olaraq, fərd olaraq biz onu qucaqlaya bilmirik, bağrımıza basa bilmirik. Yəni o şirin canını özlə bilərək, ölümün gözünə dik baxaraq, bizim şeirlərimizdə də var, ölümün gözünə dik baxan şəhidlər. Yəni bilərək onlar canlarından keçdi. Ona görə haqqınız ödənməz. Bayaq biz elə Elmar müəllimlə biz yol boyu gələ-gələ qardaşla da söhbət eləyirdik. Yəni hər zaman paylaşırıq, haqqınızı, əziyyətiniz danılmaz. Həqiqətən bir daha onun sübutu oldu ki, danılmaz. Niyə? Qarış-qarış o torpaqlara baxırsan, gözün qaralır. O çöllüklər, həm meşəliklərə, o qorxunc yerlər. Valla mən elə yol boyu dedim, dedilər hələ sən buranı tam görmürsən. Bundan da qorxunc yerlər var. Elmar müəllim dedi, insan, yəni o müharibəyə girəndə artıq o qorxu hissi olunmur insanda. Öz-özümə biz yol gələ-gələ, yəni inanın insanın ürəyindən o qədər belə başqa duyğulardır. Yəni onu sözlə anlatmaq olmur. Ki, yəni o düşün də 18 yaşlı balalar körpədir də bizim üçün körpədir. Onlar o meşəliklərdə nə cür addımlayıblar. Bəzən yox, bəlkə də çox vaxt tək qalıblar, orada tək başına vuruşublar. Yəni haqqınız ödənməz. Çünki o görünən torpaqlar, ərazilər var ki, biz göstərə bilmirik də. Yəni çox, yəni qarış-qarış öz canları hesabına, qanları hesabına alıblar. Ona görə də hər bir şəhid ailəsi qarşısında baş əyirəm. Hər bir şəhidimizin ruhu qarşısında baş əyirəm. Atalar, sizi bağrıma basıram. Analarımızın əllərindən öpürəm. Analarımız da danışsın, zəhmət olmasa. Dağ bəyimizin anası dedilər. Ana biraz yaxın gəl, zəhmət olmasın. Hər birinizi salamlayıram. Allah cəmi şəhidlərimizin yerin cənnət, məqamını uzaq eləsin. Bu gün Nicat balamızın Nicat üçün, Dağbəy üçün, şəhidlərdən danışmaq mənim üçün çox ağırdır. Bu gün Nicat balamızın şəhid olduğu yerə gəlmişik. Allah şəhidlərimizin yerin cənnət eləsin.
Son. Danışmaq o qədər ağırdır, amma danışır. Belə bir mənzərə Allah heç kəsə qismət eləməsin. Belə bir açılış Allah heç kəsə qismət Son. eləməsin. Bala böyütmədim ki, gələ bu bir ana can qoyar. Mən balam 20 yaşını bu torpağa qoydu. Bu torpağa qurban verdi, getdi. Ağırdı, o qədər ağırdı, yüküm ağır, çəkilməz. İstəmirəm bu torpağa ayağımı qoyum, amma birdən ürəyim elə istəyir. Bəlkə mən gedərəm Nicatı bu torpaqlarda görərəm. Torpaq versin mən balamı, 2 gündən sonra balamın yaşıdır. 23 yaşıdır. Mən balama söz vermişəm, gaydan aransağa qurban aydı zaten. 25 yaşında zaten eləyəcəm, faytonla gəlin gətir. Bir ay torpaq ver mənim balama. Bir ay quru torpaq. Ay dəyərsiz torpaq. Ver mənim balama. Ver mənim balama. Ağlayıram da, sızıldayıram da, sinem yanır. Amma bizə də bu onu çəkir sinəmə. Bağırma bazı, bu içildi olanlar balama danışmaz deyirəm ki. Sənsiz günlərim yararsızdır, mənasızdır. Sana canım qurban. Sana canım qurban. Atasının, anasının, qardaşlarının, hamının birini bükən Nicat. Ağır olan nədir? Dərdimə başa düşənlər. O yol boyu ki gəlirsə maşınlar dal-dala düşür. Bu karvanı, toy karvanı istəyərdi. Toy karvanı, toy arzularım olardı. Canım. Mən balama həmişə demişəm, xəyal qururdum. Xəyalı həmişə zahmat hər cürə quranda mən faytonla qurmuşam ki, Nicatıma faytonla gəlin gətirəcəm. Qədimi bir toy eləyəcəm. Xonça mən internet açanda orada gözəl xonçalar görəndə mən Nicat deyirdim bunu eləyəcəm. Qızıllar görəndə deyirdim mən bunun gəlinimi alacağam. Eləyəcəm, Nurlana eləyəcəm, Həsrət eləyəcəm, amma Nicat eləyəməyəcəm. Hamınızın ayaqlarınıza canım qurban Son olsun. elə demin. Mən ana olaraq, mən Nicatın anası olaraq, mən Nicata borcluyam. Nə olsun mən ona əziyyət çəkmişəm, çəkməmişəm. Deməli, Nicat bizim əziyyətimizi çəkirdi. Hamınız sağ olun, ayaqlarınız var olsun. Ağır olan nədir? Gecələr yuxuda görür, gündüzlər görməyəndə ağır odur. İşçilərə, sizlərə, onlara çox sağ olun. Allah sizdən razı olsun. Allah köməyiniz olsun. Biz çıxıb gedəcəyik. Bir ildən sonra mı gələcəyik? Hava gələcək. Hava gələcək bilməyəcək. Amma bu gülləri sulayan, Nicatın şəklini qoruyan siz olacaqsınız. Deyirsiniz ki, bana ne kadar ağlayır, ne kadar oluyor. Uyanasıyam, uyansıyam. Çünkü ben Nicat kimi oğul itirdim. Bu kuru torpağa bala verdim. Deyirlər bir stəkan su iç. Ama Nicat burada gəlib deyib su verin. Kürəyim yanır. Kürəyim yanır. Ana sana qurban ay Nicat. Dastana dönəm bala. Ömür kitabı. Ömür yarı qalan bala. Yarımçıq qalan. Ömrünə maman qurban. İlatan da qurban. Ama qardaşlarını bilmirəm. Allah sizdən razı olsun. Allah hamınızın köməyinizdə dursun. Nicatın yaralandığı torpağa gedirik deyən hamı bir-birinə xəbər elədi ki, biz gedirik. Biz də gedirik. Biz də demək o sizin ürəyinizdən gəlir. Allah ürəyinizə var eləsin, canınızı sağ eləsin. Bir yaralı, ürəyi yaralı, beli sınmış, beli bükülmüş, boynu bükülmüş, ata-anan yanındasınız. Bir ömrü kəm, ömrü qısa, 20 yaşını torpağa qurban verən oğullu. Qan tökdüyür. Torpaqdasınız. Allah sizlərin köməyində olsun. Kaş Allah bana mal çox görməzdi. Arzularım çoxdur. Arzularım çoxdur.
25 yaşında demişəm toy eləyəcəm, amma 25 yaşında gələrsiniz, sağ olun. 25 yaşında. Fələyin boynusunuz. Çox sağ olun. Bugünkü gündə burada gəlib ürəyindən keçib iştirak edən hər bir kəsə təşəkkür edirəm. Valideynlərinə səbir diləyirəm. Biraz gəlin hamımız təmkinli olaq. Hamımız biraz təmkinli olaq. Çalışaq. Çalışaq, biraz təmkinli olaq. Allah, yəni sonsuzdur bunu. Ölənə qədər də bu bizdən çıxası deyil, ancaq biraz el içində biraz təmkinli olaq. Tövsiyəm budur. Hamılıqca. Allah bir daha ruhunu şad eləsin. Ana, səbir eləyin. Siz dediniz ki, bizim borcumuzdur. Sizdən çox biz vətəndaşların borcudur. Çünki Nicat tək sizin üçün, Nicat tək öz anasına, bacısına, qardaşına görə şəhadətə ucalmadı. Nicat bizim hər birimizin anamıza, bacımıza, qeyrətimizə görə, torpağımıza görə şəhadətə ucaldı. Elə Nicatın şəhadətinin o zirvəsi budur ki, bu günləri Tovuzdan buraya bu qədər insan Nicatın qanı tökülən o torpağa gəlibdir. Allah ruhunu şad eləsin. Düzdür, səbir versin deyirik. O səbri Allahdan dilirik, amma o səbri verən bizlərik. O səbri verən biz insanlarıq, biz vətəndaşlarıq. Bizlər nə qədər sizlərə diqqət göstərsək, siz o qədər səbir tapacaqsınız. Allah kömək olsun. Amma möhkəm olmaq lazımdır. Geridə qalanlar üçün möhkəm olmaq lazımdır. Nicatı yaşatmaq üçün yaşamaq lazımdır. Gərək yaşayasan ki, Nicatı da yaşadasan. Nicat kimi qardaşlarımızı yaşatmaq bizlərin hər birimizin borcumuzdur. Bu, bir anlıq düşünəndə ki, evladının barmağına bir daş dəyir və yaxud əlinə bir tikan batıb, insan ona dözə bilmir. Yəni, evladımın əlinə bir tikan batıb, ona dözmək belə çətindir. Bir halda da ki, düşünəsən ki, evladın artıq yoxdur. Bəli, çox ağırdır. Ruhu şad olsun hər birinin. Amma onu da deyim ki, hər bir şəhidin, hər bir Azərbaycanlının üzərində haqqı var. Kimsə o haqqı itirərsə, o Azərbaycanlı deyil. Allah ruhunu şad eləsin hər birinin. Gülnaz xanıma da təşəkkür edirəm. Bu qadın xayrlığından Tovuzdan bura Təşəkkür əziyyət edirik. çəkir. Tovuzu Azərbaycanın hər bölgəsinə gedir. Sizə təşəkkür edirəm. Allah sizə can sağlığı versin. Allah evlatlarınızı saxlasın. Təşəkkür edirəm. Sizlər sağ olun, ata. Allah sizlərə ömür versin. Bizim hər birimizin vətəndaşlıq borcumuzdur. Bayılırım gidip sana Allah. Hayatı tarih yazma. Tarih yazdı bayanan söylerler. Tarih tünneşte. Ailem tünneşmede. Yüreğim söylerler. Ay kara gözlü yolluk gözlü. Ay babam senin kabağımda. Ne gözümü kimde sakın. Milyon deme kurban birlikte. Ay gülüşün görüm ay gülüşün. Çox çətin anlarda inandırım sizi dik durduğuma baxmayın. Ürəyim sanki qan ağlayır da, ürək ağlayır. Göz yox, ürək ağlayır. Allah səbrini versin. Nə deyim? Allah anamıza, atamıza bol-bol səbir versin. Amma Elmar müəllim də bayaq çox gözəl qeyd elədi ki, bu səbri verən elə biz insanlarıq. Çünki təsəllidir da bizim xidmətimiz, ailələrə olan diqqətimiz, onların səbridir, onların təsəllisidir. Nə deyim əzizlərim? Yaşadaq, gəlin şəhidlərimizi yaşatdığımız kimi, şəhidlərimizin özləri öz yaşamını da qazanıb, zirvəsində qazanıb şəhadəti ən gözəl zirvədədir. Biz çalışaq, o ailələri yaşadaq, o ailələrə hər zaman təsəlli olaq, o ailələrin hər zaman xidmətində olaq. Haqları ödənməz, əziyyətləri ödənməz.